Bunu belə çək. Həmin bağdan gələn nümunədir. Biz burada kəpənəyin növünü təyin eləməyə çalışacağıq. Gördüyünüz kimi kəpənəklər də buradadır. Niyə bu kəpənəyə qarşı dərman vuranda ölmür bunlar? Bəlkə bunlar heç kəpənək deyil. Deməli dostlar, nəticəni bildirmək istəyirəm ki, bu gördüyünüz kəpənək Yapon rikanasıdır və paralel olaraq gördüyünüz ki, bu yarpaq bükülməyi bu mənənə izləridir. Burada bunun mənənələr eləyir. Həm də ki, gördüyünüz bax, ağac kley verir, qaralmalar var, görürsünüz otuncağın üzərində. Bu isə belə deyək də, həm bu Yapon rikanası kəpənəyi, həm mənənələr, həm də indi videoda gördüyünüz kimi gənələr var. Auditor gənəsi Titanicusun yumurtalarını da göstərmişəm. Bunların belə deyək floema şirəsi ilə qidalandığı üçün ağacda karbohidrat və azot mübadiləsi pozulur. Bunlar fitofagdır, yəni belə deyək, Yapon rikanası ilə, məsəl üçün mənənə ilə ya da gənə ilə qidalanmır. Bunlar ayrı-ayrı eyni ağacda populyasiyalarını davam elətdirirlər.